Axşamınız xeyir olsun əziz izləyicilərim. Mən sizdən söz darıxım, siz mənə söz darıxmadınız. Gəlin sizə bir qəşəng əhvalat danışacağım. Mən qulaq atmışam, eşitmişəm, indi istəyirəm sizə danışam. Keçmiş zamanlarda bir dənə zavər haca gedir, Kəbəni dolaşanda orada bir dənə qızıl torbası tapır. Bu torbanı tapanda çox sevinir, şeytan bunu yoldan çıxardır, deyir, aha bu qızılla mən çox varlanaram, hər şey eləyərəm, ömrümün axırıdır, bu mənə bəs eləyər. Ancaq ürəyi deyir ki, yox, sən nə danışırsan, sən gör haradasan, sən Kəbələsən, sən hacı olmağa gəlsən, sən düz adam olmalısan, sən haram yemək olmaz. Birdən qulağına uzaqdan səs gəlir, ay Allah'ı sevən insanlar. Mənim qızıl torbamın içində 100 dənə qızıl var. Kim o qızılı tapıb mənə versə, mən ona 30 dənə qızılı ona verəcəm. Bu eşidir bunu, ürəyinə hökm eləyir, gedir aparır, tamamına tətdir, aparır qızılı, verir yəsinə, zavərə, o biri zavərə. Zavər götürür, Allah kömək olmuş, gözünün üstə durur, buna 30 qızılı verir. Bu zavəri başa vurandan sonra gəlir bazara, görür bazarda bir dənə qul satırlar. Bu qulu 30 qızılı verir, bu qulu alır. Qul da qəşəng mərifətli, qanıncaqlı, gözəl oğlan olur. Demək, o gətirir və buna başqa gözlə baxmır da, belə qul kimi, nökər kimi istifadə eləmir, nökər kimi baxmır, buna öz balası kimi bundan rəftar eləyir. Biraz müddət keçir, sünnər, görür ki, bu oğlanın kimləsə belə danışır, kimsə gəlir, gedir bunun yanına. Deyir, ay oğul, sən nəsə kimsə gəlir, gedir, kimdir bunlar, kimdir səninlə danışmaq gələn, sən onunla görüşdün adamlar, kimdir? Deyir, ay ağam, mənim Allahdan gözlüm deyil, səndən nə gözlüm? Mən Bangladeş sultanının oğluyam. O vaxtı mənim, o atamı gəldilər, məni əsir götürdülər, atamın da var yoxunu taladılar, məni də əsir götürdülər. Məni bazarda qol kimi satanda sən məni aldın. İndi atam məni tapıbdır, onun adamları da gəlir, mənə hələ əhval tuturlar. Əgər məni gəlib istəsə,